Azərbaycan xalqını salamlayıram. Mən Osmanova Qərənfil Qərib qızı. Yeni bir videonun hamısının qarşısındayım. Yenə bu Qalınçaq kəndinin oğru, narkoman, əyri, quldur, iş verən sakinləri Kərimov Seymur Oqtayoğlu ilə Məcidov Mayis İlyazoğlu mənə evimdə yaşamağa imkan vermir. Kərimov Seymur Oqtayoğlu mənim itlərimi öldürdü, həyətimdən də əl çəkmir, gəlirlər aşağı başda, gedirlər otururlar bir dənə kafedə, 2 dənə də ifritə olaraq xidmət edir, içirlər araqdan, çəkirlər patidən, qabul eləyirlər, axılları çıxır başlarından, Mayislə Seymur mənim qapımdadır. Hi-hə-hi, iti qoğan kimi bayağı mən onları qovladım ikisində, gördüm deyir ki, gedək oturaq filan xanımların yanında filan kafedə, saat 1-dən sonra gələrək adam yatanda heç kimi eşitməyəcək, onu öldürüb öyələ keçirtərək. Sən Seymuru necə anon gətirib, Amil Xəlili biyabır eləyən kimi, mən də gətirib çəkiliş elətəcəm, o kafeni işlədən adamın da, orada işləyənlərin də, Seymurun, Mayisin, Züleyxanın hamısının adını çəkəcəm. Bunu bilin, ya yığışdırın özünüzü, ya da biyabır eləyəcəm. Mən siz üçün başqası deyirəm. Bəsdir daha. Siz pul qazanacaqsınız, kef çəkəcəksiniz, həftində bir lotu saxlayacaqsınız deyənə, mənim öyümü hansısa bir nəşəxor yandırmalıdır. Nə gəzir o kafedə olar? Niyə buraxırsınız? Müdür gedir, oturur öydə, tapşırır orada oturan 2 dənə məşona yığırlar kişiləri ora hır-hır, nırhanır, xəbərləri yoxdur ki, kafe yəsin ki, nə işlər durğuzurlar. Mayislə Seymur içirlər araqdan, qəbul eləyirlər patidən, gəlb Əli Ağalı Şahin, Vaqif oğlun qarolda qoyub mənim həyətimə soxulurlar. Gətirib çəkiliş elətəcəm, xəbərdarlıq eləyirəm.